Salam qızlar, necəsiz? Gəlmişəm, xoş gəlmişəm. Bir neçə vaxtdır vlog atmıram, amma canlılar açırdım. Dedim bu dəfə yığılmış videolarım var idi. Onları edit edeyim, sizin üçün də paylaşım. Deməli qızlar, burada alış-veriş edirəm. Oğlumun sinifi ilə piknikə gedəcəyik. Onun üçün marketə yollandım və çatışmayan ərzaqlarımı aldım. Hər kəs evindən nələrsə bişirib gətirəcəkdi. Mən də pizza yəni hazırlayacaqdım. Bir də ki, pendirli börək hazırladım. Onları da düzdür bişirmişəm, sadəcə olaraq videolarını çəkməmişəm. Hə, qızlar, burada da çipsi falan götürdüm. Amma ki, bu çipsini evə apardım. Yəni çipsini almışdım, amma ki, aparmaq qismət olmadı. Evə çatdım. Bir də gördüm ki, qızım çipsinin ağzını açıb oturub qəşəngcə yeyir. Səhər gün yenisini təzədən aldım. Sonra evimiz vlogda məndən limon falan istəmişdi. Onları da götürdüm onun üçün. Bir də ki, Yesun2 nömrə 4. Bilirsiniz də detokslar hazırlayır. Oğlum 3-cü sinifi bitirməyinə baxmayaraq müəlliməmizlə vidalaşmalı olduq. Çünki müəlliməmiz 1 illik bizə gəlmişdi. Elə pikniki də ona görə yəni yığışdıq ki, bir araya piknikdə. Onunla birgə gözəl xatirəmiz qalsın. Uşaqlarla birlikdə əylənək, gözəl gün keçirdək. Burada da artıq uşaqlar oynayırlar. Park olaraq Gənclikdə yerləşən Atena parkını seçdik. Gözəl idi, uşaqlar üçün çox maraqlı idi. Burada da müəlliməmizlə birlikdə uşaqlar tort kəsirlər. Tortu da mən hazırlamışdım, piknikə apardım. Burada da görürsünüz, çox gözəl günümüz oldu və yadda qalan gün keçirdik. Orada da oyuncaqlar satırdılar. Yəni ki, burada da uşaqlar gördülər. Mama bizə də al. Mən də getdim aldım. Halbuki indi baxsaz o samolyotdan əsər alıb. Hə qızlar, indi də baxsaz o samolyotdan yəni ki, əsər əlamət qalmayıb. Heyf mənim 10 manatımdan. Uşaqdılar, hər gördüklərini istəyirlər. Mən də qırılmasınlar deyə alıram. Sonu da belə olur. Xanımlar, uşaqlarım məndən hot dog istədilər. Ona görə yəni səhər durdum. Onlar üçün hot dog hazırlayacağım. Həm də məktəbə aparacaqlar, həm də belə durub səhər yeyəcəklər. Demək 700 qram undur. Bura əlavə edirik. Duz. Qarışdırırıq. 2 ədəd yumurta. İki xörək qaşığı xama. Yarım stəkan duru yağ, bitki yağı. Və aparamızı əlavə edib xəmir yoğuracağıq suyla.
Kızlar, artıq xəmirim gəldi. Baxın. Heç 1 saat olmadı. 45 dəqiqə falandır. Hə qızlar, yəni ki iyunun 20-sindən möhkəm bir diyetə başlayıram. Bu yol çox uzundur mənim üçün. Çünki yəni çox çəki almışam bu aralar. Bilmirəm yuxusuzluqdandır, yoxsa bilmirəm vaxtsız zamansız yeməyimdəndir. Ona görə dedim ki, yəni diyetoloqa qoşulum. İnşallah sizinlə gözəl nəticələrimi paylaşaram. Düzdür, bu videonu çəkəndə yəni ki məktəb var idi. İndi artıq məktəb yoxdur. İnşallah tez-tez videolar paylaşmağa çalışacağam. Biri vəfasız çıxıb, açılıb. Görün nə gözəl oldular. Tombiş. Burada da qızlar başqa bir gündəndir. Xalamın nəvəsinin cinsiyyət partisidir. Ora gedirik. Mən də belə bir tort hazırladım və yollandıq ora. Tortu da mən hazırladığıma görə cinsiyyəti artıq bilirdim. Burada da alladıcı bir şar partlatdılar. Sonra da hər kəsə məlum oldu. Əsas yəni şarları partlatdılar. Bu da ayrı bir gündəndir. Yəni mətbəximin pəncərəsini silirəm. Bir tərəfi artıq silmişəm. Belə qəşəng. Silmişəm. İndi digər tərəfləri silirəm. Artıq bitirdim. Gül kimi oldu. Sildim. Və artıq da yoruldum. Belə. Gətirib o birisi güllərimi də qoyacağım. Sabahları məzun günüdür. Mənim də əmim qızı məzundur. Mən də onun üçün kiçik belə bir sürpriz hazırlamışam. Deməli, evdə belə bir qabım var idi güldən. Mən belə qabları atmıram. Belə bir qabım vardı və belə bir kağız götürmüşəm. Belə. Məktəb ləvazimatları satılan yerlərdə olur. Belə bir parıltılı kağızdır. Bu elə bir ki paltarı belə tünd, yəni gecə mavisi rəngdədir. Ona görə dedim gülün qabı da o rəngdə olsun. Sonra da ki belə bir papaq düzəltdim onun üçün. İndi bunun da belə qızılı da belə sallanan ip olacaq. İndi yadıma düşdü. Bunu sizinlə çəkim paylaşım. Dedim elə hazırını çəkeyim. Gedişatı da bir sizə çəkib göstərərəm. Buna içinə mən lentdən güllər olur da, yəni hamımız da bilirik. Onlardan qoyacağam. Sadəcə onları mən sifariş eləmişəm yaxın bir qohum qıza. Yəni işləri çox qəşəngdir. Ona zakaz eləmişəm. O mənim üçün hazırlayacaq. Mənim zamanım yox idi o gülləri tək-tək düzəltməyə. Hə, ona demişəm. İndi bunun içinə də qar qoyacağam. Yəni ki, unutdum adını. Göstərərəm sizə. Ondan yığacağam ki, çubuqlar yapışdıracağam belə ətrafına. Çubuqlar da asanlıqla girsinlər. Yəni ki, tərpənmə olmasın. Bax belə. Çox qəşəng qalınıb hələ indi də. İnşallah sonucunda göstərəcəm sizə. Burada da artıq buketim hazırdır. Gedib güllərimi gətirdim və belə gözəl bir buket hazırladım.
Həqiqətən də çox gözəl görünürdü. Yollandıq son zəngimizə. Mənim son zəngim olmayıb. Əmim qızını da ilk dəfə 1-ci sinifə gətirəndə mən onunla gəlmişdim. Sanki bu dəfə də məktəbi bitirəndə son zəngdə yanında olmaq istədim. Sanki dedim bu mənim borcumdur. Ona görə çox da maraqlı günüm keçdi həqiqətən. Səhər olmağına baxmayaraq. Nəyə görə deyirəm səhər olmağına baxmayaraq. Bugün 2 saat yuxu yatmışdım sifarişlərimdən dolayı. Həm də ki, səhər durmağı xoşlamıram. Gec yatdığıma görə səhərlər gec oyanıram. Onun üçün də günə tez başlamışdım. Əslində işlərimi də çox şükür, yəni sifarişlərimi çatdırıb, yerinə yetirib göndərdim bir-bir. Burada da mənim əmim qızının sinifidir. Hə qızlar, heç toz sorandan bəxti gətirməyən mən dəfələrlə toz soranlar alıram. Yəni ki, yaxşı çıxmır. Belə süpürgə tipli də almışam. Heç bəyənməmişəm çəkim gücünü. Ona görə İrşadda da kampaniya var idi. Mən də o kampaniyadan yararlandım. Getdim belə toz soran aldım. Artıq 2 gündür işlədirəm evimdə. Çox razıyam həqiqətən. Yəni hər kəsə də məsləhət görürəm. Çox gözəl, yəni sovurma gücü var. 2 dənə başlığı var. Həm xalça üçün, həm də ki evdə, yəni heyvanlar üçün olan tükləri toparlayıcı, həm də ki belə başlıq. Paltar ütüləməyi də sevmirəm. Onun üçün belə bir ütü aldım. Açığı desəm ilk dəfədir, yəni belə bir ütüdən istifadə edirəm. Amma bundan da çox razı qaldım həqiqətən. Sadəcə olaraq paltarı, yəni ki, vişılkaya keçirdib bir asılan yerə asıram. Ondan sonra çox gözəl, rahat işləyir. Buxar gücü də çox gözəldir. Yəni ki, siz də almaq istəsəniz, belə bir tip, yəni ki, Beko firması olan, yəni alarsınız. Yəni ağırlığı da yaxşıdır, çox yüngül deyil. Yəni ki, bundan da çox razı qaldım. On 16 iyun evliliyimizin il dönümü idi. 11 ilimiz idi. Onun üçün yoldaşım da belə gözəl jest eləmişdi mənim üçün. Belə əli dolu gəldi və bizi gəzməyə çıxartdı. Elə evimiz vlog ilə yığışdıq, bir araya getdik. Novxanaya oturduq, qəşəng günümüzü günün sonunu maraqlı keçirdik. Burada da azca, yəni ki, süfrədən çəkmişəm. Çünki həm ac idik, həm də ki, söhbətləşirdik, video çəkmək yadımda olmayıb. Burada da artıq evə qayıdırıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Öpürəm sizi. İnşallah yeni vloglarda görüşmək diləyi ilə.